Salam dəyərli izləyicilərim. Bugün əfsanəvi olan Bakı tortu və ya Abşeron tortunu unsuz şəkildə necə hazırlayacağım resepti sizinlə bölüşəcəm. Bu resept pəhriz saxlayan adamlar üçün də olur. Yəni içərisinə un əlavə etmirəm. Sadəcə yumurta ağı və qozdan istifadə edərək belə bir yumşaq dadlı tort alınır. Gördüyünüz kimi çox yumşaqdır, kremi də çox ləzzətlidir. Çox gözəl reseptdir. Keçirəm hazırlama qaydasına. Əvvəlcə kremini hazırlayıram. 200 qram şəkərə 5 xörək qaşığı un əlavə edirəm. Əvvəlcə qarışdırıram ki, topa şəklində olmasın un və bura 2 yumurta əlavə edirəm. Əvvəlcə yumurtanı unla şəkəri bir yerdə qarışdırıram. Daha sonra 1 litr süddən 200 qram əvvəlcə əlavə edirəm ki, tam ərisin, şəkər və un içərisində topa şəkildə olmasın. Sonra yerdə qalan 800 ml südü əlavə edirəm və qazın üzərinə qoyuram. Qatılaşana qədər bişirirəm. Gördüyünüz kimi artıq bişibdir, qatılaşıb. Qoyuram bir kənara. İçərisinə bir paçka vanilin əlavə edirəm. Yenidən qarışdırıram, vanil həll olsun və üzərinə salafan örtüb qoyuram ki, tam soysun. İndi isə keçirəm xəmirin hazırlanmasına. 10 ədəd yumurtanın ağından istifadə edirəm. Bir çimdik duz əlavə edib tam qatılaşana qədər qarışdırıram. Və bura arada 2 paçka vanilin də əlavə edirəm və tam qatılaşana qədər yumurta ağını çalıram. Arada qabı bu şəkildə əyərsinizsə əgər, onda daha tez köpür, daha tez ağarır yumurta ağı. Arada isə 100 qram mən şəkər kirşanı əlavə etdim. Qarışdırıram. Daha sonra yenə 100 qram şəkər kirşanı əlavə edirəm. Toplamda 200 qram şəkər kirşanından istifadə etdim. Gözləyirəm ki, hardasa tam qatılaşana qədər mikser yumurta ağının üzərində gördüyünüz kimi əgər şəkillər qoyursa, demək ki, hazırdır. Qatılışını sizə göstərirəm. Bu şəkildədir. Qabın kənarını sivirirəm. Görürsünüz necə qatılı o şəkildədir. İndi isə yumurta ağına əlavə etmək üçün mən əvvəlcədən qoz xırdalamışam, 300 qram qoz xırdalamışam və üzərinə 4 dolu xörək qaşığı nişasta əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram ki, bir-birinə həll olsun. Daha sonra yarı hissəyə bölürəm. Əvvəlcə bir hissəsini tökürəm yumurta ağının içərisinə. Bir istiqamətdə yavaş-yavaş qarışdırıram. Daha sonra isə yerdə qalan qoz və nişasta qarışığını yenə əlavə edib yenə qarışdırıram. Tam qarışana qədər. Artıq burada gördüyünüz kimi tam hamısını əlavə etdim, qarışdırdım və bişirəcəyim qaba əlavə edirəm. Üzərini hamarlayıram. 170 dərəcədə bişənə qədər mən arada yoxlayıram. Çöp vasitəsilə bişənə qədər bişirirəm. Daha sonra götürürəm, tam soysun. Kənarlarını mən bıçaq vasitəsilə ayırıram və qabdan çıxarıram. 2 hissəyə böldüm. Bu şəkildə biraz soymasını gözləyirəm. İndi isə kremini hazırlayıram. 200 qram kərə yağından istifadə etdim. Kərə yağı yumşaq halda olmalıdır. Ağarana qədər kərə yağını mən mikser vasitəsilə çalıram. Tam ağardıqdan sonra bura hazırladığım kremi, soymuş kremi əlavə edirəm. Qaşıq vasitəsilə yavaş-yavaş hissə-hissə və hamısını tam əlavə edirəm bu şəkildə. Yağ çox olanda, kərə yağı çox olanda krem daha gözəl dadlı olur. Mən 200 qram kərə yağından istifadə etdim. Və daha sonra listləri bir-bir üzərinə krem çəkirəm və tortu yığmağa başlayıram. Bu şəkildə tortu yığdım, kənarlarını da düzəldirəm. Üzərini isə hamarlayıram və yerdə qalan kremi də üzərinə kakao əlavə edəcəm, üzərinə bəzək vurmaq üçün. Hardasa 4 xörək qaşığı kakaodan istifadə etdim. Kakaonu əlavə etdikdən sonra kremlə yaxşı-yaxşı qarışdırıram ki, bir xeyli qarışdırmaq lazımdır ki, kakao kremə tam həll olsun, bir-biri ilə birləşsin. Krem tam hazırdır, istifadə edə bilərəm. Mən tortun üzərinə belə bu şəkildə bəzəklər
qoydum. Kim necə istəyirsə bəzəklər edə bilər. Mən bu şəkildə tez bir şəkildə bu şəkildə bəzədim. Kənarlarını da bu şəkildə edirəm. Tort həm dadlı, həm də çox yumşaq alındı. Resept çox gözəl reseptdir. İzlədiyinizə görə təşəkkür edirəm.